Herkese salam, değerli izleyiciler, mən Rəşad. Yeni yerdən, yeni çəkicilər sizin görüşünüzə gəldim. Değerli izleyiciler, havanın soğuk olmağına baxmayaraq bu çəkilişi, bu riski sizin üçün alıram. Sizdən gözlədiyim beğeni və video izləməklə kanala abunə ola bilərsiniz. Bir yer hakkında kısaca məlumat vermək istəyirəm. Uzun illər öncə tərk edilmiş bu məkan tamamilə yararsız və berbat vəziyyətdədir. İndi isə içəriyə daxil olub içəridə nələrin olub olmadığını aydınlaşdıracağım və buna əlavə qeyd etmək istəyirəm ki, gördüyünüz bu pilləkənlər vaxtı ikən nələrinsə şahid olub. İndi isə biz burada çəkiliş aparırıq. Değerli izleyiciler, deyilənlərə əsasən bura qeyri-adi paranormal hadisələrlə məşhur olan bir yerlərdən biridir və gecələr buradan qeyri-adi səslər gəlir. İndi isə bu pilləkənlə qalxıb diqqətlə keçək. Bu pilləkənlə qalxıb otaqlarda çəkiliş aparacağım. Kimsə var burada. Gördüğünüz kimi tamamilə berbat vəziyyətdədir. Əziz dostlar, qeyd etdiyim kimi kanala abunə olun və hər birinizin dəstəyi mənim üçün bir motivasiyadır. Kimsə var burada. Otaqlar tamamilə yararsız və berbat vəziyyətdədir və içərinin qorxulu bir atmosferi var. İndi isə kimsə var burada. Burada tamamıyla berbat vəziyyətdir və hətta bitkilərin bitdiyini görürsünüz. Değerli izleyiciler, havanın çox soyuq olduğundan içəridə soyuqdur, çünki bəzi yerlərdə pəncərələr yoxdur. Özür istəyirəm. Tamamilə yararsız və berbat vəziyyətdə qalan bir yer. İlerlemeye devam. Değerli izleyiciler, çekiliş yapardığım zaman ərzində nasıl bir şey gözümden kaçarsa siz ona yeni yaradacağım səhifədə qeyd edərsiniz. Hər hansı bir qeyri-adi bir şeylə rastlaşsa direkt şəkildə videonun altında qeyd edin. İndi isə yuxarı mərtəbəyə qalxacağım. Biz qorxuludur, çünki pilləkənlər çox döngəli və berbat vəziyyətdədir. Kimsə var burada. Adətən bəzi yerlərdə rastlaşdığım bu tek kreslonun yolumun ortasında durması çok qorxulu və vahiməlidir. Və bunu burada niyə e-mailin ortada qoyulması məni düşündürür və
sual yaradır. Kimse var burada. Değerli izleyiciler. Çekilişimiz hal-hazırda 6. dəqiqəyə yaxındır. Davam edir. Və 10-12 dəqiqəlik çəkiliş yaparıb buranı tərk eləyəcəm. Burada qalxacam. Yavaş yavaş qalxaq buranı da. Daxil məkandır. Kimse var burada. Əziz dostlar, gördüğünüz kimi her yerin açıq olması nəticəsində içərinin temperaturu da çox aşağı səviyyədədir. Və yenidən aşağı düşüb əvvəlki yeri qayıdacağım. Berbat vəziyyətdədir. Wow. Buradan görüm keçə biləcəm. Burada pilləkən həm təhlükəlidir, həm də risklidir. Yenə də risk eləyirəm və bu riskə əsasən də siz videonu tam şəkildə izləyin və abunə olun. Sizdən istədiyim tək budur. Değerli izleyiciler, yukarıya kalktım ve gördüğünüz gibi tamamıyla berbat vəziyyətdə. Ben de özümlə qorxuram ki, yıxılıb eləyər. Çoxdandır qalan bu mekanda her şeyin köhnə olduğunu özünüzdə görürsünüz. Neyse geride. Gördüğünüz şeyleri təzimlədə və buranı yavaş yavaş aşağı düşür. Qorxulu da həm də risklidir. Onun üçün ehtiyat edirəm. Değerli izleyiciler, çəkilişimiz devam edir. Hələ ki heç bir qeyri-adi bir şeylə rastlaşmamışıq. Buranı düşür. Başım əlləndə buralara düşməkdən. Hal-hazırda 9-cu dəqiqəyə yaxın çəkilişimiz devam edir. Pilləkən sonsuzdur məncə. Gedir yəni. Wow. Bura qorxulu və vahimətdir. Kimsə var burada? Kimsə varsa işarə verin. Çox sayılı otaqlardan ibarət olan bu məkan vaxtı ikən çox şeyin şahid olub və qeyri-adi hadisələrin və paranormal hadisələrin baş verdiyini deyirlər. Hələ ki heç bir qeyri-adi bir paranormal hadisələ rastlaşmamışam. Amma çəkilişimiz davam edir. Değerli izleyiciler, biz çölə çıxdıq və ətrafda əlavə nəyinsə olub olmadığını araşdıraq, görək nələ rastlaşırıq. Və görünüşcə çox qorxulu görünən bir məkandır.
ve uzaktan özünüz de görün. Bu şekilde görünür. İndi ise bu tarafa gidip burada da neler olup olmadı. Kimse var burada. Belə yerlərə girməkdə biraz risklə görə qorxuram. Çünki evsiz insanlarla rastlaşa bilərəm. Hər hansı bir təhlükə ilə rastlaşa bilərəm. Və bura tamamilə bərbad bir vəziyyətdədir. Dəyərli izləyicilər, gördüyünüz bu mənzərə həm qorxulu və təhlükəlidir. Kimsə var burada? İçəriyə daxil olmağa çalışacağım. Amma hələ ki yer axtarıram. Və tapdım. Daxil olaq. Kimsə var burada? Girməməyə qərar aldım və ətrafa baxış keçirərək videomu sonlandıracağım. Bu nədir? Dəyərli izləyicilər, məkanın daxilindən çox ətraf mühiti daha çox vahiməli və qorxuludur. Burada daxil olmaq. Burada kimsə var? Və gördüyünüz kimi yenidən eyni yerə qayıdırıq. Dəyərli izləyicilər, yeni yerdə, yeni çəkiliş yerində görüşmək üzrə mən sizinlə sağollaşıram. Kanala abunə olun, rəylərinizi videonun altında qeyd edin və bəyən atın. Görüşmək üzrə. Sağ olun.